Salam əziz dostlar, oğru dünyası barədə Azərbaycanda nə vaxt yaranıbdır bu oğru anlayışı? Bundan sizə məlumat verəcəm. Hələ Nikolay dövründə Urfan adında bir Ağdamlı bir cavan oğlan bilərdi, siyasi təzyiqlərdir. Bunlara dözə bilməyib artıq dövlətlə vuruşmağa başlayır. Bir nəfər öldürür dövlət adamını, ondan sonra da içəri girir və sonra oğru qanunlarını yazır Urfan. Bəbir adını alır o türmədə. Və bu oğru qanunlarını yazanda da Monqol hökmdarı Çingizxanın yasalarından çox böyük ilham alır. Bu oğru qanunları da əsasən nədir? Dövlətə tabe olmamaq, dövlət işində işləməmək, polisdir və s. Ondan sonra oğrulara hörmət eləmək, həmişə yardım eləməkdir. Məsələn, zonda yatanlar üçün pul yığmaqdır. Yəni bu kimi qanunlardır. Bunların bir çoxu ailə qurmaq da, ailə qurmamaq da, var dövlət sahibi olmamaq da bura daxildir. Yəni oğru qanunları başda yazılanda çox konservativ idi, çox tutucu idi. Sonra indiki dövrdə biz görürük ki, yəni belə bir şey yoxdur da, oğrular da var dövlətlidir, ailə sahibi də olur, uşaqlar da var. Yəni biraz yumşalma gedibdir ki, daha belə softlaşıbdır da elmi dildə desək. Amma yəni belə idi, başda çox qatı idi qanunlar. Bu Bəbir Sovetin başında duran Leninlə, Stalinlə də hələ türmədə olanda görüşübdür. Onlara da köməklik də edibdir. Və sonradan sonra Stalin hətta bu oğru qanunlarını, bu oğru söhbətlərini vorzakonluğu yaradanda bu həddindən artıq Sovet vaxtında çox adam içəri atmışlar. Oğruların sayısı o qədər artmışdı ki, həbsxanalarda asayişi təmin edə bilmirdi həbsxanaçılar. Ona görə bu oğru qanunlarını yazdılar. Bu vorzakonluq söhbətidir. Bunun hamısı yəni buradan gəlir. Stalin dövründə yaradılıbdır ki, həbsxanada üsyana qalxmasın arestantlar. Yəni bu vorzakonluğun iki cürü var da. Biri var vorluq, oğru. Bu başqadır, vorzakonluq başqadır. Yəni vor başqa, vorzakon başqa. Vor oğru olana deyirlər. Vorzakon isə vor oğru deməkdir. Zakon da qanun deməkdir. Qanunu oğru mənasını verir. Qanunu oğruda, yəni normalda yəni işlədilmir. Qanunu oğru getmir. Çünki qanun demək padlodur oğrulara görə. Qanunu işləmək, dövlətin tərəfinə durmaq. Əgər kim sözünə vorzakon deyirsə, deməli bunun ya başa çıxmır həmin o insanın, ya da ki dövlətə işləyir o. Yəni iki cür mənası var. Yəni bu belədir. Ona görə normalda siz fikir verin, bilən oğru heç vaxt özünə qanunu oğru demir, vorzakon demir. Ya da deyirsə də bu o mənada deyir ki, yəni rəsmi olaraq mən tanınıram, bu mənada deyə bilər. Yoxsa belə vorzakon həqiqi mənada dövlətə işləyən mənasında deyə bilməz. Çünki padlodur dövlətə işləmək. Hətta qırmızı geyinmək də ona görə padlodur. Qırmızı da dövlətin simvoludur da. Yəni ona görə bu yəni qanunlar belədir. Bu qanunlar başda çox sərt idi, sonradan dəyişibdir. Və burada da müəyyən bir iyerarxiya var, struktura iyerarxiyası. Yəni birinci yerdə vorlar gəlir. Bunlar da kanonasiya prosesindən keçiblər. Bu adı alıblar rəsmi olaraq. Bunun üçün türmədə yatmaq lazımdır. Müəyyən orada qanunlara əməl etmək lazımdır. Aşağıda stremlyaqqalar gəlir, ya da brajaqqa da deyirlər bunlara. Brajaqqa da yəni gəzən mənasındadır da rus dilində. Hələ gəzir, yaxındır vorluğa, onun altındadır. Bunlara bəzən pis minut da deyirlər, yəni 5 dəqiqə qalmış, yəni çox yaxındır deyə. Bir aşağıda da gəlir mujiklər. Mujiklər də adi kişi mənasını verir. Mujiklər də belə işgüzar, başını aşağı salıb öz işi ilə məşğul olan, dostoyla həyat yaşayan adama deyirlər. Aşağıda da krısalar gəlir. Krısalar da oğrulardan oğurluq eləyən və ya dələduzluqla məşğul olan adamı deyirlər. Ya da ola bilər ki, misal üçün türmədə yatan bir insana grev gəlibdir. Məsələn, pay gəlibdir, buna grev deyirlər. Grevi oğurluq eləsən, grevi oğrasan, grevini sənə gələn və ya payı paylaşmasan, nəsə belə dələduzluq eləsən, sənin adın krısa çıxacaqdır da, ləkəyə yaxılacaqdır sənin adına. Bir aşağıda da kazollardır. Kazollar da dövlətlə əməkdaşlıq edəndir. Həbsxana müdürü ilə sən danışırsansa, nəsə söz daşıyırsansa, kazol çıxırsan. Yəni belədir. Bir də smatrəşi də var, qıraqda belə. Smatrəşidə vəziyyətə baxana deyirlər. Kim nə iş gördü, kim hansı səhv eləsə və ya qırıq deyirlər də buna. Səhv eləməyə qırıq. Kimsə qırıq eləyəndə onu bir baxır edir, çatdırır oğrulara. Yəni bu belədir qanunlar. Bir də oğru qanunları tam sabit də deyil. Mən incənə vurğuladığım kimi vəziyyətdən vəziyyətə dəyişir, ildən ilə də dəyişir. Yəni 100 il bundan qabaq eyni deyildi indiki kimi. Daha belə yumşaldı. Özü də ölkədən ölkəyə də dəyişir. Məsələn, Rusiyadakı mən bir oğruya qulaq asırdım YouTube-dan. O danışır, deyirdi ki, çox maraqlı idi ki,
Deməli, kişi xeylağı ilə kişi şeydə yatanda, hansısa bir qeylə münasibətə girəndə buna padlo baxmırlar. Bir oğru da olsa, yəni şey eləsə padlo baxmır buna. Lüboy bir mujik da, arrestant da münasibətə girə bilər. Amma sən məsələn kameraya oğru girəndə ayağa durmursansa, mujiklərdir, bracaqalardır, arestantlardır. Yəni ayağa durmursa oğru girəndə və ya oğruya əl qaldırırsa, hörmətsizlik edirsə, bunda çox böyük bir günah işləmiş olur da, qrəx eləyir. Buna padlo baxırlar, amma kişi ilə kişinin oturdurmasına pis baxmırlar. Amma qabaqcadan deyim ki, burada söhbət təbii ki, Rusiya şeyindən gedir. İndi mən əminəm rusların həbsxanalarındakı qanunlar başqa olacaq, bizimkilərin fərqli olacaq. Çünki ölkə dəyişdikcə sosial şəraitdir, ondan sonra mədəniyyət də dəyişir. Bu da oğru qanunlarına təsir edir. Belə deyə bilər də, eyni nətər dinlərdə məzhəblər, firqələr varsa, burada da oğru dünyası sabit bir qanunları yoxdur da. Hərəsinin özünə görə fərqlilikləri var. Ümumi əsaslar eyni olsa da prinsipləri regionlar regiona dəyişə bilir. Mədəniyyət faktoruna görə. Ona görə biraz Rusiyadakı qanunlarda biraz fərqlilik var. Bizimkiləri mən bilmirəm. Yəqin ki, bizimkilərdə elə şey olmazdı. Çünki dinə də tərsdir bu. Kişinin kişi ilə oturdurması bizim adətlərimizə də, örfümüzə də tərsdir. Amma orada var elə bir şey. Elə bir söhbət var orada. Yəni belə, qısaca budur deyəcəyim. Maraqlı olsa başqa məlumatlar da paylaşacağım bu video kateqoriyasında. Yəni bəyənin, paylaşın. Biraz bu mövzunu daha geniş tanışıram. Çünki bəzi bildiyim şeylər var maraqlı. Xəbərdarlıq edim ki, yəni mənim məqsədim oğru dünyasının təbliğatını aparmaq deyil və cavanlara da deyirəm ki, siz belə oğru dünyasına meyl eləsəz, oğruğa, bu cür kriminala, Azərbaycan dövlətinin, polisinin hədəfinə çevriləcəksiniz. Hüquq mühafizə orqanları sizin üstünüzə düşəcəkdir. Yəni qabaqcadan deyirəm ki, bu təbliğat xarakterli çəkinmir bu videolar.